Budur, Xomeyni şeyxidir. Sən təsəvvür edə, həmin o kitabda deyir ki, وَقُلْنَا أَيْضًا həmçinin biz deyirik ki, بِأَنَّ مَقْتَلَ الْحُسَيْنِ عَلَى يَدِ الْمُسْلِمِينَ Hüseynin qətli müsəlmanların əli ilə oldu. Bəl alə yədi şiə. Hətta nəinki müsəlmanlar əli ilə, şiələrin əli ilə. Belə deyir qardaşım. Açıq aydın şəkildə etiraf edir. Mutahhiri, murtada. Mən demirəm ki. Bismillahirrahmanirrahim. Vel-aqibatu lil-muttaqin. Ves-salatu ves-salatu ala eşrefil enbiya'i vel-mursalin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin. Ve la nudaim ala a'dahim ecmaîn. Salamlayıram bütün qardaşları və bu yalancı, ikiyüzlü, münafiq Vəhabinin danışığını izlədiniz, gördünüz necə yalanlara əl atır. Özü də deyir ki, İbn Teymiyyə Minhacü Sünnədə demişdir. Əqidələrin içində, firqələrin içində ən yalancısı rafizilərdir. İndi biz görəcəyik həqiqətdə yalancı kimdir? Kəzzəbul əsvət, qara yalancı kimdir? Buna şahid olacaq. Həqiqətən Vəhabilər ümumiyyətlə bu məsələni son zamanlar əllərində bayraq ediblər ki, İmam Hüseyni şiələr öldürüb. Biz tarixin qara səhifələrini biraz varaqlayıb, bu məsələni bir qədər araşdırıb, müəyyən dəlillər toplamışıq ki, əziz qardaşlar, bu məsələdən xəbərdar olsun. Demək, Vəhabilərin bu biabırçı çıxışlarını hamısını bir yerə toplamadıq, çünki buna lüzum görmürük. Həqiqətdə biz tarixə baxaq görək. İmam Hüseyni əslində kim şəhid edib? Biz bildiyimiz kimi Peyğəmbər əleyhissalatu vesselamın İmam Hüseyn haqqında yetəri qədər hədisləri var. Həsən və Hüseyn əleyhissalam cənnət cavanlarının ağasıdır. Həmçinin Peyğəmbər əleyhissalatu vesselam İmam Hüseyn əleyhissalamın demək şəhadəti barədə xəbər verib. Hətta səhih sünni mənbələrində keçir ki, İmam Hüseynin şəhadətini xatırlayaraq ağlamışdır. Allahın Rəsulu Nəbi Muhammed ibn Abdullah sallallahu aleyhi və aleyhi və səlləm. Demək, Zəhəbinin Siyəru A'ləmin Nübəla kitabında 3-cü cild səhifə 417-418-də. Demək, əvvəlcədən qeyd edeyim, bu isnadlar, bu mənbələri ki, biz yığıb tərcümə eləmişik, bu mənbələr, bu qeydlər İslam Web saytından, elektron kitabxanadan baxa bilərlər. Həmçinin Məktəbətü Şamilədən də məhz bu mənbələri əldə edə bilərlər, əgər Vəhabilər baxmaq istəsə, cavab vermək istəsə. Deməli, burada belə bir məlun kəs var. Əmr bin Haris, bin Əmr, bin Osman, bin Abdullah, bin Ömər, bin Məhsun əl-Məhzumi, Səid ibn Harisin qardaşıdır. Bunu kim deyir? Əz-Zəhəbi deyir. Deyir, Əmr Rasulullahın sallallahu aleyhi və alihin sahabələrindən, Kufəyə köçənlərin sonuncusudur. Mühacirətdən əvvəl dünyaya gəlmişdir. O sahabədir və Rasulullahdan rəvayətlər vardır. Eyni şəkildə Əbu Bəkir və İbn Ma'suddan rəvayət eləmişdir. Məhz qardaşlar, nasibilərin yanında belə bir məqama malik olan bu şəxs Kərbəla hadisələri zamanı Kufə valisi Ubeydullah ibn Ziyadın la'nətullah əleyhin hüquq mühafizə qüvvələrinin komandanı idi. Və Ubeydullah ibn Ziyad bu şəxsi Həzrəti Müslim bin Əqli ələ keçirməklə vəzifələndirmişdi. Deməli, Təbəri öz tarixində, Tarixi Təbəri 5-ci cild səhifə 350-də. Deməli, deyir ki, mənə Əmr bin Əli danışdı, mənə Əbu Quteybə danışdı, Yunus bin Əbu İshaq, mənə Əiz ibn Harisdən danışdı, mənə Umarədən, Uqbədən, Əbu Muaiddən, o da Ubeydullah bin Ziyadın deyir, dedi ki, Ubeydullah bin Ziyad təhlükəsizlik qüvvələrinin komandiri Ömər bin Xirris Əl-Məhzumini bu işlə, yəni Müslim bin Əqli ələ keçirməklə vəzifələndirmişdi. Yanına Abdurrahman ilə Muhammed bin Əşəs qatdı. Həmçinin əmrinə 70-80 suvari də verdi. Müslim birdən içində olduğu evin ətrafına Ubeydullahın adamları tərəfindən əhatə edildiyini gördü. Bundan sonra Müslim qılıncını əlinə alıb bayıra çıxdı. Onlarla döyüşməyə başladı. Yəni, sahabədir, qardaşlar, sahabədir. Kulluhum radiyallahu anhu və radu anhu. Sahabələrin hamısı ədalətlidir. Əhl-i sünnə sahabələr haqqında dinini qorumuşdur. Tamam. Sahabələrin hamısı ədalətlidir. Olsun sahabələrin hamısı ədalətli və İmam Hüseynin səfirini ələ keçirməklə vəzifələndirən sahabə. Ubeydullah bin Ziyadın nökəri. Demək, İbn Kəsir, həmçinin başqa bir tarixçi, İbn Kəsir Əl-Bidayə və Nihayədə 8-ci cild səhifə 167-də rəvayət edir. Demək,
Əmr bin Haris əl-Məhdumi, Kufə valisi Ubeydullah bin Ziyadın əmri ilə Həzrəti Müslim bin Əqili ona qarşı vuruşmuş, onu ələ keçirib Ubeydullaha təslim etmiş. Bunun nəticəsində Müslim öldürülmüşdür. Müslim də kimdir? İmam Hüseynin səfiri. Ənəs bin Malik. Kimdir Ənəs bin Malik? Bu da Nasibilərin, Vəhhabilərin yanında məşhur sahabelərdən biri və sahabelərdən ən çox hədis rəvayət edənlərin üçüncüsüdür. Nasibi mənbələrində bu şəxsdən 2286 ədəd hədis rəvayət edilmişdir. Demək, belə bir məşhur şəxs haqqında rical kitablarından məlumat verməyə ehtiyac yoxdur. Məhz Nasibilərin dinlərini üzərində inşa etdikləri hədislərdən tam 2286 dənəsinin rəvayətçisi olan bu şəxs, yəni Ənəs bin Malik, Kərbəla hadisəsində İmam Hüseynin aleyhissalam düşmanı olan Kufə valisi Ubeydullah bin Ziyadın la'nallahu aleyhin sarayında olub, onun əmrində olmuşdur. Deməli, Nasibilərin səhih hesab elədiyi Buxaridə hədis nömrəsi 3748. 3748 səhabələrin fəziləti babı. 22-ci babdır. Demək, hədisin zaten səhihdir ki, bunlar Buxarini səhih görürlər. Deyir ki, Cərir Muhammeddən, o da Ənəs bin Malikdən danışdı. Hüseyn bin Əli aleyhissalam Kərbəlada şəhid edildikdən sonra başı Kufəyə gətirildi. Və o zaman Yezid bin Muaviyə Kufə valisi olan Ubeydullah bin Ziyadın qarşısında bir tas içində qoyuldu. İbn Ziyad əlindəki süngüsü ilə onun mübarək başına, burnuna, gözlərinə vurmağa başladı və dedi ki, Allah səni lənət eləsin, ey İbn Ziyad. Və dedi ki, buna bənzər bir gözəllik görmədim. Mən dedim ki, Hüseyn əhl-i beytin içində Rasulullaha sallallahu aleyhi və aleyh ən çox bənzəyən idi. O vaxt Hüseynin başı vəsmə bitkisi ilə boyalı idi. Demək, bu hədis həmçinin Nasibilərin bir başqa hədis alimi olan Tirmizinin Sünnənində 6-cı cild səhifə 119-120-də Kitabul Mənaqibdə 25-ci bab hədis nömrəsi 3778-də müxtəlif sənədlə Ənəs bin Malikdən rəvayət olunmuşdur. Onsuz da Nasibilərin yanında səhih olduğu üçün kifayətdir biz bu hədislərin sənədinə girmirik. Həmçinin Tirmizi özü də demişdir ki, bu hədis səhih, həsən, səhih, qaribdir. Hədisin mətninə gəlincə, göründüyü kimi burada Ənəs bin Malik İmam Hüseynin başının Kufəyə, yəni vali Ubeydullah bin Ziyada gətirildiyi zaman Ubeydullahın yanında olmuşdur. Görəsən, bu sahabə belə bir hadisədə Ubeydullah bin Ziyadın, yəni İmam Hüseynin düşməninin onun öldürülməsi üçün əmr verən birinin yanında nə işi vardı? Nə gəzirdi orada? Ənəs bin Malik Kufə sarayında və Kufə valisinin yanında oturan bir İmam Hüseynin aleyhissalam tərəfdarı olmayacağına görə sualın cavabı aydındır. Yəni sən, ey Ənəs bin Malik, ey Vəhhabilərin övüb qutara bilmədikləri, ey Vəhhabilərin hər kəlməsində radiyallahu anhu dediyi kəs, sənin Ubeydullahın tərəfində nə işin vardı? Sən Hüseynin tərəfində olmalıydın. Sən kişi kimi şəhid olmalıydın, Hüseyn kimi, aleyhissalam. Sənin Yezidin sarayında nə işin var? Sənin Ubeydullahın sarayında nə işin var? O da İmam Hüseynin başını süngüsü ilə qurdalasın. Sən də baxıb deyərsən, çox gözəldir. Allah sənə də lənət eləsin. Demək, sonra artıq 2 sahabəni saymışıq biz. Demək, Həccər bin Əbcər və Şəbəs bin Rəbi. Bu 2 nəfər Həzrət Hüseynə aleyhissalam məktub yazıb, onu Kufəyə dəvət edən və sonra da ona qarşı vuruşanlardır. Bunlardan ilki, yəni Həccər sahabə, digəri isə Şəbəs tabiindir. Nasibi rical alimlərindən İbn Əcər sahabələrin biografiyasında verdiyi Əl-İsəd adlı kitabında demək, Həccər haqqında nə deyir? Həccər haqqında deyir ki, Həccər bin Əbsər bin Cəbir Əl-İcli. Onun deyir idraki vardır. Yəni Rasulullahı idrak edib. Əl-İsəbədə 2-ci cild 143 1960-cı ravi. Eyni şəkildə Nasibi rical alimlərindən İbn Sa'd onun şərəfli biri olduğunu söyləyib. Demək, Təbəqatül Kübrada 6-cı cild səhifə 231-də. İbn Hibban isə onu etibarlı ravilər sırasında zikr etmişdir. Əs-Siqat əsərində 4-cü cild səhifə 192, 2445-ci ravidə. Şəbəsə gəlincə, onun haqqında ixtilaf mövcuddur. Nasibilərdən bəziləri onun sahabə, bəziləri tabiin olduğunu deyiblər. Nasibilərin rical alimlərindən olan İbn Əbu Hatim onun biografiyasında nə deyir?
Deyir, Şəbəs bin Rabi' o Həzrət Əli və Huzeyfədən rivayet etmişdir. Huzeyfədən rivayet. Ondan isə Muhammed bin Ka'b və Süleyman Ət-Teymi rivayet etmişdilər. Deyir, atamın da onun haqqında bunları söylədiyini eşitdim. Və atama onun haqqında soruşdum. Dedi ki, hədisi müstəqimdir. Müstəqim, yəni səhihdir, etibarlıdır. Onun haqqında bir problem yoxdur. Demə İbn Əbu Xatəmin Cərh və Tədil kitabı 4-cü cild səhifə 388. Ravi nömrəsi 1695-ci ravi. Eyni şəkildə yenə də nasiblərin rical alimlərindən olan İbn Hibban Əs-Siqatda ki, mənbəni bayaq qeyd elədik. Şəbəs haqqında nə deyir? Şəbəs haqqında nə deyir? Demək, Kutubu Sittədə 6 kitabdır. 6 kitabdan biri Sünnən Əbu Davudun ravilərindəndir. Sünnən Əbu Davudun ravilərindəndir. İkinci səhifə 736-da Ədəb kitabında hədis nömrəsi 5064-də bunun rivayəti var. Demək, sadaladığımız şeylər ki var. Biri sahabə, digəri tabiin. Bu iki şəxs Həzrət Hüseynə aleyhisselam məktub yazıb onu Kufəyə dəvət etmiş, sonra isə ona qarşı döyüşən, orduya rəhbərlik edən məlunlardandır. Orduya rəhbərlik edən məlun kəslərdəndir. Deməli, Təbəri yenə öz tarixində 5-ci cild səhifə 425-də. 5-ci cild səhifə 425-də. Deməli, Həzrət Hüseyn yenə belə səsləndi. Ey Şəbəs bin Rəbi, ey Həccər bin Əbcər, ey Qeys bin Əşəs, ey Zeyd bin Haris, siz mənə meyvələr yetişdi, bağçalar yaşıllaşdı. Bizə gəldiyin halda sən nizamlı orduların başına keçəcəksən deyə məktub yazmadınızmı? Onlar da belə məktublar yazmadıqlarını dedikdə Həzrət Hüseynə aleyhisselam Həzrət Hüseyn də bu qarşılığı verdi. Subhanallah, subhanallah. Vallah siz yazdınız ey insanlar. Həzrət Hüseyn burada and içir. Vallah siz yazdınız deyir. Vallahi siz yazdınız deyir. Ey kəzzablar, ey məlunlar. Allah sizə lənət eləsin ey məlunlar. Demək, Ömər bin Səd, lənətullah əleyh, Səd ibn, bu 5-ci artıq məlundur. Hamısı da vəhabilərin etibar elədiyi, vəhabilərin din götürdüyü, höccət gördüyü kəslərdir. Ömər bin Səd kimdir? Səd bin Əbu Vaqqasın oğludur. Səd bin Əbu Vaqqasın oğludur. Deməli, nasibilərin rical alimlərindən olan Əl-İcli Mərifətus Siqat əsərində, Əl-İcli Mərifətus Siqat əsərində 2-ci cild səhifə 166-da. 1343-cü ravidə. Demək, Ömər bin Səd bin Əbu Vaqqas Mədinəlidir, Siqadır. O, atası Səd bin Əbu Vaqqasdan hədislər rivayet etmişdir. Ondan isə insanlar rivayet etmişdir və o, Hüseynin qatilidir. Diqqət edin. Diqqət edin. Allah sənə də lənət eləsin, ey İcli. Allah Ömər bin Sədə də lənət eləsin. Allah sizə də lənət eləsin, ey vəhabilər. Kimdir indi İmam Hüseyni şəhid eləyənlər? Hə? Kimdir yalancı? Kimdir İmam Hüseyni şəhid eləyənlər? Ey kəzzəblər. Demək, daha bir vəhabilərin gizlətdiyi daha bir məsələni sizə çatdırın. Demək, Şimer, bu dəhşətli məsələdir. Vallahi billahi qardaşlar, bu çox acınacaqlı məsələdir. İndi kim bu dərsi sona qədər dinləyirsə, kim bu dərsi sona qədər izləyirsə, vallahi billahi düşünməyə dəvət edirəm. Sünnülü, şiəli. Kim dinləyibsə, səsi bu yerə qədər kim dinləyibsə, Allah Subhanahu taala ona bərəkət versin. Allah Azza və Cəllə dinləyib fayda götürənlərdən qərar versin. Bizim, yəni şəxslərlə bir problemimiz yoxdur. Biz nə Rəşad Hümmətov tanıyırıq, nə Əbu Zeyd tanıyırıq, nə digər vəhabları tanıyırıq. Sosial platformada görürük. Sadəcə dillərindən çıxan yalanları ifşa eləməyə çalışırıq ki, insanları aldatmasınlar. Demək, Şimir bin Zildövşən, demək bu şəxs də nasibilərin nəzdində tabiindir. Şimir kimdir? Bunu hamı bilir. Hamı bilir kimdir. Amma nasibilərə görə bu tabiindir. Öz dövründə nasibilərin böyük alimlərindən olmuş. Ən böyük nasibi alimlərinə namazda imamlıq etmişdir. Nasibi alimlərindən İbn Əsakir bu barədə nə deyir? Nə deyir? Baxın qardaşlar, mənə Malik bin İsmail məlumat verdi, dedi. Mənə Hüseyn bin Xattam Ən-Nəhdi Əbu İsaq Səbi'nin belə dediyini dirişdim. Şimir bin Zilcövşən Əd-Dabbi bizə namaz qıldırdı. Namazdan sonra belə dua etdi. Allahım məni bağışla. Ona dedim ki, Allah səni necə bağışlasın? Halbuki sən Rəsulullahın oğlu ilə müharibəyə cəhd etdin. Öldürülməsinə kömək oldun. Şimir bu cavabı. Vay olsun sənə.
Mən nə edə bilərəm ki? Çünki rəhbərlərimiz bizə bu işi etməyi əmr etdi. Biz də itaat etdik. Deyir, onlara müxalifət edəcək olsaydıq, bu eşşəklərdən daha pis olardıq. Allah sənə lənət eləsin. Allah sənə lənət eləsin. Allah sənə lənət eləsin. İndi bu Əbu İshaq ki var, Əbu İshaq Əs-Səbi, hansı ki bu Şimrin arxasında namaz qılıb. Əbu İshaq. Ki bunun barədə də növbəti dərslərdə inşallah ki məlumat verəcəyik əziz, dəyərli qardaşlar. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.